Ayə, mənasındır. Yetimə yaxşı davranın. Sonra mənasındır. Yetimin malını qoruyun, saxlayın. O həddi buluq vaxtına yox, əslində yetkinlik, nəsə ağlı kəsəndə qaytarın özünə. Bir tərcümədə həddi buluq idi, əslində o səs. Ağlı kəsəndə qaytarın özünə malını, sonra ayəndir, mənasın. Sonra mənası o özü ki, Lalə də yetimdir, Raul Sarada nə balacadır, sonra məsələn mən ölsəm, sonra ayət bizə var ki, elə onun dalınca deyilir, nə deyilir? Saçıram, əgər işıq çəkim, hədi, yetimin malına xeyir, səhv tərcümədə o ki, xeyir məqsədi ilə toxuna bilərsiniz. Amma düz tərcümə nədir, mənası nədir onun? Düz tərcümədir o. Amma mənası odur ki, yəni toxuna bilərsinizsə açılmayıb, mənası odur ki, məsələn, çoxaltmaq məqsədi ilə əldə etmək olar. Məsəl üçün, çoxaltmaq, məsələn, yetimin malı orada durub, məsəl üçün də, çoxaltmaq məqsədini əldə etmək olar da, yəni, pul artır, məsələn, ildən ilə. Nə? Pulun dəyəri düşür, əslində, kimsə o pulu uşağa qaytarlar, balacadırsa ki, böyüyənə qədər o pulun dəyəri itir axıcsa. Məsəl üçün, bizim evi kvartirant evdir də, məsələn, pul deyil. Onu kvartirant verib, dəyə bilər puluna necə, kimsə, məsəl üçün, yığa bilər o pulları, kvartirant pullarını. Xeyr niyyətinə elə bir dəyə bilər. Başqa, və onlar sizin qardaşlarınızdır, yetimlər deyilir, sizin qardaşlarınızdır. Möminlər bir-birinə nədir? Bacı qardaş, yetimlər də qardaşlarınız deyilir. Onunla tərcümədə, mənim tərcümə qardaşlardır, amma o türkə də baxım, gör, türk tərcüməsində necə yazıb Mehmet Orhan. Sonra yetim qızları, onu da var ya, ayə. Nədir o? Yəni, pis məqsədli onlara olmasın, nədir? Allah pis cəza verir, dəhşət pis cəza. Çox dəhşətli cəza verəcəyim. İfat vermə, söndür.